2025-ci ildə dünyada hərbi, siyasi böhranlar və iqtisadi sınaqlar ilə oldu. Yaxın Şərqdə xaosun coğrafiyası genişləndi. 70 mindən artıq insan həyatını itirdi. Şimal sərhəddimizdə Rusiya-Ukrayna müharibəsi 4-cü ilini tamamlamağa yaxındır və artıq regional yox, qlobal hərbi savaşdır. Cənub tərəfdə İsrail-İran arasında 40 illik soyuq müharibə 12 günlük qitələr arası hərbi toqquşma mərhələsinə keçdi. Dünya enerji bazarları davamlı qeyri-sabitlik yaşadı. Dövlətlərin bir çoxu suverenliklərini itirdilər. 2025-ci il bir həqiqəti açıq göstərdi. Köhnə beynəlxalq qaydalar artıq işləmir. Yeniləri isə hələ yazılmayıb. Lakin qlobal təhlükələr şəraitində Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə 145 rəsmi görüş, 25 mühüm beynəlxalq platformada çıxış və imzalanan çoxsaylı strateji sənədlərlə qələbəmizi möhkəmləndirdi. Aktiv xarici siyasətimiz 50-dən çox ölkəni və beynəlxalq təşkilatı 4 qitəni əhatə elədi. ABŞ, Çin, Avropa İttifaqı, Türkiyə, Pakistan, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri ilə eyni vaxtda dialoq aparıldı. Azad Şuşa təkcə mədəniyyət mərkəzi yox, siyasi paytaxtda və onlarla dövlət başçısının ziyarət etdiyi ünvana çevrildi. İrəvana gedən yol nəhayət açıldı. Qatarlarımız ilk ziyarətçilər oldular. Minsk qrupunun ləğvi ilə işğal üzərində qurulan ədalətsiz geosiyasi mexanizm tarixə qovuşdu. Bəli, yeni dünya nizamı, qalib geosiyasi arxitektura belə qurulur. Rusiya ilə soyuq müharibə şəraitində milli maraqlarımızı qoruduq. İran kimi imperiya varisi ilə tarazlığı saxladıq. Türk dünyasında siyasi gündəliyi müəyyənləşdirən əsas dövlətə çevrildik. Göründüyü kimi ölkəmiz beynəlxalq siyasətin obyekti yox, subyektidir. 5 illik yubileyini təntənə ilə keçirdiyimiz qələbəni dünyanın ən güclü dövlətində ABŞ-da legitimliyini qəbul etdirmək təkcə bir ilin və regionun deyil, bütün siyasi tariximizin və dünyanın ən böyük nailiyyətidir. Zəfərimizin yaşı artdıqca 2030-40-cı illərdə artıq faciə və soyqırımlar tarixə çevriləcək. Nəsillər arası günahkarlıq sindromu və genetik qorxularımız keçmişdə qalacaq. İşğalı, qaçqınlığı və didərginliyi görməyən bütün vətənin övladları yeni nəsil dünyaya gələcək, yeni milli kimlik qazanacaq. Əlbəttə, hər bir vətəndaş haqlı olaraq yaxşı həyat, sabit gəlir və dayanıqlı iş yeri istəyir. 25-ci ildə inflyasiya, ərzaq məhsullarının qiymət artımı, paytaxt və bölgələr arasında inkişaf fərqləri hələ də qaldı. Lakin parlaq zəfəri xalqımıza bəxş edən lider bütün vətəndaşlarımızı layiqli rifaha qovuşturacaq qadir tək dövlət başçısıdır. Azərbaycan növbəti ilə başqa xalqlar kimi təhlükəsizlik axtarışlarından deyil, ilk dəfə bütövlük və suverenlik şəraitində qələbəmizin siyasi coğrafiyasını genişləndirməklə daxil olur. Ali Baş Komandanın məqsədi Cənubi Qafqazda davamlı sülh yaratmaq və gələcək nəsillərə müharibəsiz, qorxusuz bütöv vətən miras qoymaqdır. Yeni qələbə təqvimimiz mübarək olsun.